Bəli, əziz dinləyicilər, biz bugün Çin avtomobili bazarının bizim bazara təsirindən danışırıq. Yeni qəbul olunmuş qərarlar nə dərəcədə mənfi təsir göstərəcək və mənfi tərəfləri varmı? Bugünkü mənim qonaqlarım avtoekspert Zeynal Əhmədov və Yoldasan komandasının baş yol mütəxəssisi Elçin Məmiyevdir. Zeynal bəy, sizə belə bir sual vermək istəyirəm. Ümumiyyətlə, bu qəbul olunmuş qərarlar qiymətə təsir edəcək və gətirilmə vaxtına təsir edəcəkmi? Gəlin biz dinləyicilər üçün iki məqamdan başlayaq. Birincisi, 2026-cı ildən başlayaraq Çin zavodlarda yerli konveyerdən çıxmış avtomobilləri dərhal onları eksporta çıxartmaq mümkün olmayacaq. Onlar ən azı 180 gün qalmalı olacaq hansısa bir anqarlarda və 180 gündən sonra onu işlədilmiş avtomobil kimi ixrac etmək olacaq. Bu birinci. İkincisi, əgər Çinin hansısa bir avtomobil brendi rəsmi olaraq kiminləsə işləmək istəyirsə başqa dövlətdə və öz avtomobilləri ixrac etmək istəyirsə, bu ölkədə mütləq rəsmi servis mərkəzləri olmalıdır. Yəni hansı ki, servisdən keçə bilsin. Bu nəyə təsir göstərəcək? 2026-cı ildən ilk aydan başlayaraq, yanvar ayından başlayaraq artıq Azərbaycana gələn avtomobillər, əgər bu avtomobil plug-in hibrid və ya hibrid tipli, mühərrik tipli avtomobillərdirsə, onlar Azərbaycana gələn kimi ƏDV, yəni vergisi olacaq, əlavə dəyər vergisi ödəniləcək və təbii ki, bu qiymətə təsir edəcək. Qiymətlər ən azı 20% qalxacaq. Söhbət hibrid və plug-in hibrid avtomobillərdən gedir və əgər bu alıcı fiziki şəxsdirsə, əgər bu alıcı şirkətdirsə, hüquqi şəxsdirsə, yəni qiymətdə heç bir fərqi olmayacaq, çünki ƏDV-lər əvəzlənir. Bəs Elçin bəy, sizə belə bir sual vermək istəyirəm ki, onda sizin fikrinizcə bazarda, ümumiyyətlə tək Azərbaycan bazarında yox, ümumiyyətlə regionda Çin avtomobillərinə maraq azalacaqmı? Nisbətən təsirini göstərəcək. Çünki qiymətlərdə təsir vardırsa, insanlar bugünkü gündə qiymət olaraq münasib olduğu üçün daha çox yönəlirdilər həmin bu yeni avtomobillərə. Amma müəyyən insan kütləsi var ki, onlar hələ də təzə avtomobillərdən belə deyək də vaz keçmək istəməyəcəklər. Bu bütün hallarda təsir göstərəcək. Amma ikinci əl bazarı da istəyir, ən çox da Amerika bazarına maraq elə bilirəm daha çox artacaq, daha çox təsir göstərəcək. Elə təsir göstərəcək. Bəli. Və istəyirəm artıq məlumat da verək ki, bu nədən qaynaqlandı? Yəqin ki,